Azərbaycanda xüsusi karantin rejimi dövründə ölkə daxili qatarların hərəkəti dayandırılmışdı. Karantindən sonra ölkənin demək olar ki, bütün istiqamətləri üzrə qatarların girişi bərpa edilsə də, cənub zonasına hələ də qatarla getmək mümkün deyil. Artıq 5 ildən çoxdur ki, bu vəziyyət davam edir. Bu da cənub bölgəsində yaşayan insanlar üçün çətinlik yaradır. Həm xərclər artır, həm də digər sərnişin daşıma növlərinə yük düşür. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti isə heç bir izahat vermir və niyə məhz cənub istiqamətində qatarların gedişinin bərpa olunmamasına aydınlıq gətirmir. Sanki belə də olmalıdır. Halbuki istər Gəncə, istər Qəbələ istiqamətində qatarlar hərəkət edir. Nəzərə alaq ki, cənub zonasına əhali sayı çoxdur və tələbat var. Ancaq Azərbaycan Dəmir Yolları vətəndaşların çağırışlarını qulaq ardı edir. Bölgə TV xəbər verir ki, bu mövzuda Tribuna Azda danışan Sosial Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, həqiqətən də cənub rayonlarına qatarların hərəkəti üçün ehtiyac var. Hüquq mühafizəçisi bununla bağlı bölgələrdən müraciətlər daxil olduğunu da qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Dəmir Yolları bu istiqamətdə addım atarsa, 10 minlərlə insanı sevindirmiş olar. Nəzərə almaq lazımdır ki, vətəndaşlar qatarla hərəkət etmək istəyir. Xeyli insan yükünü daşımaqda çətinlik çəkir. Günün elə saatı var ki, avtobus və ya maşın tapmaq olmur. Həm də demək olar ki, hər yerə qatar varsa, cənub rayonlarına, eləcə də Şirvana da olmasın. Məncə Dəmir Yolları rəhbərliyi çağırışları nəzərə almalıdır. Rəna Rövşənqızı, Bölgə TV.